İran tutaq ki vuruldu. İranda təbii ki, böhran bir vəziyyət, xaos yarana bilər. Belə olduğu təqdirdə Türkiyəni, Azərbaycanı nələr gözləyir və ümumiyyətlə Azərbaycan və Türkiyənin bu proseslərə baxışı necədir? Mən böyük bir xaos yaranacağını görmürəm. Bir davamlı müharibə senarisi də görmürəm. Çünki əraziyə yığılan ABŞ qüvvələrin potensialı kiçik bir müddətdə, yəni 3-5 gün arasında məsələni bitirməyə qadirdir. Bu bir. İkinci, nəzərə alsaq ki, gətirilən silahlar, texnikalar, vasitələr, aviasiya və s. hamısı idarə olunan sursatlardan istifadə edəcək. Bir çox müharibələrin taleyini tomoqraflar həll eləyib. Bu dəfə də tomoqraflara üstünlük veriləcəyi ehtimalı böyükdür. Əgər 3-4 gün içərisində bu məsələ maksimum deyirəm, həll olacaqsa, o zaman mülki infrastruktura zərbə belə deyək də ehtimalı çox kiçikdir. Çox kiçikdir. Amma bu mümkün, müharibə ola, orada mülki insan həlak olmaya, bu çox nadir hallarda baş verir. O bizim müharibəyə baxmayın, biz orada çox həssas davranırdıq. İndi Amerika da bilir ki, burada bayaqdan rejim məhv edirdi mülki əhalini, indi də ABŞ gəlib məhv eləyərsə, bu çox böyük narazılığa gətirib çıxarır və Xamneyinin əlini gücləndirər. Fikrim çatırmı? Bəli. Ona görə bu məsələdə kifayət qədər həssas davranacaqlar. Xəbərdarlıq sistemi işə düşəcək. Yəni, hansı obyektlər vurulacaqsa, ora xəbərdarlıqlar da ediləcək. Yəni, bu Sepaha aid deyil, bu müəyyən o qruplaşmanın qərərgahlarına, idarə etmə, hərbi obyektlərə aid deyil. Amma nüvə obyektləri, mülki əhalinin ola biləcəyi ehtimalı yüksək olan ərazilərə xəbərdarlıq eləcək ki, mən sabahları tutaq ki, Natanzda yerləşən və yaxud da Fordo nüvə obyektinin, yaxud da İsfahan neft nüvə araşdırmalar mərkəzinə zərbə endirəcəm. Mülki əhalidən xahiş olunur bir saat ərzində ərazini tərk et. Yəni, məqsəd nüvə obyektində şəxsi vurmaq deyil. Məqsəd o sentrifuqaların olduğu yerləri batırmaq, dağıtmaq, orada şaxtalar var da, bilirsiniz, yer altında atmaq. Bu dəfə məqsədinə tam nail olacaqmı sizcə Amerika Birləşmiş Ştatları? Yəni, bütövlükdə nüvə təhdidini aradan qaldıra biləcək mi İranla bağlı? Böyük ehtimalla ABŞ hər iki daha əvvəl dediyim bir Molla rejimini və Sepahı, onları bir obyekt götürək. İkinciden nüvə məsələsidir. Nüvə məsələsində daha çox israr eləyən İsraildir bildiyiniz kimi. Burada amma Trump'ın da nə addımlar atacağını biz yalnız belə deyək də baş verən proseslərə uyğun olaraq ehtimal eləyə bilirik. Trump'ın nə edəcəyi bəlli olmaz. Maduro'dan sonra xüsusilə. Bir dəqiqə hamı nə gözləyirdi? Putin öhdəsindən gəlsə Trump gələcək. O necə gəldi? Ukraynadan əlini çəkdi. Mən söz vermişəm, müharibəyə bitirməliyəm. Get təslim ol, müharibəyə bitirək, sonrasında mən cavab deyəm. Amma sən Donbası qaytar. Ver Rusa. Qaytar yoxsa daha doğrusu Rusa bağışla. Ukraynada buna razı olmayınca o zaman silah, sursat, təchizat dayanır. Avropada veriləcək silah yox. Pul yetərli deyil. Ukrayna hazırda çox çətin vəziyyətdə. Ona görə də Trump'ın atacağı addımları biraz ehtiyatla proqnozlaşdırır. Hər bir halda bu məsələ həll olmalıdır. Yəni İran nə qonşu kimi qonşu deyil, nə İslam dininə belə deyil, layiq olan bir rəhbərlik deyil, nə regionun təhlükəsizliyi üçün heç nə eləmir. Bu təhdid bitməlidir də, Rusiya nə qədər davam edəcək? ABŞ gündə qoşun yığacaq, buraya qaytaracaq, qoşun yığıb qaytaracaq. Bu nə vaxta qədər? Biz istəmirik orada müharibə olsun, orada bizim soydaşlarımız yaşayır. Mən də istəmirəm, amma ayrı yolu varmı bu işin? Xamneyi gedəcək, Müstəba gələcək, oğlu gələcək, nə edəcək? Atasının yolunu davam edəcək də. Ayrı bir şey etməyəcək ki, durub İranda
normal dövlət yaradası deyil ki, istəsə də yarada bilməz. Bax, elə geri gəlmişkən, Ədalət bəy, Emin bəy sual verir ki, Ədalət bəy, Xamneydən sonraki İranı necə təsəvvür edirik? Böyük ehtimalla Xamney getdikdən sonra Pezeşkiyan bir müddət idarə edəcək. Pezeşkiyanla bir problemi yoxdur ABŞ-ın. Amma eyni ilə Venezuelada olduğu kimi bir 6 aylıq bir seçkiyə hazırlıq prosesi olacaq ki, o necə deyim, İranın bütün o etnik qrupları tərəfindən qəbul ediləcək bir fiqur ortaya çıxsın. Məncə bu Pəhləvi deyil. Bir çoxları onun adını çəkirlər. Pəhləvinin adı çəkilməyənə qədər xalq özü çox şey həll eləmişdi küçələrdə. Bəli, bəli. Bax, o Pəhləvi çıxdı, danışdı, bu tərəfdən anası başsağlığı verir, neyinir? Elə bil ki, insanların üstünə soyuq su ələdilər. Ondan sonra insanlar küçədən azalmağa başladı. İndi Şah rejimində hamı qəbul etmir axı, bəlli bir zümrəyə sərf edirdi Şah rejimi. Hə, İran dünyəvi dövlət idi, İranda məktəb filan, çadıra belə bir şeylər yox idi, məktəblər işləyirdi, universitetlər açıq, qərblə əməkdaşlıq var, Amerikadan silah belə alırdılar. Və bu Şah dövründə alınan silahlara qədər, böyünə qədər işlədir İran. Düzdür, qəzası, bəlası çox olur, amma başına gözünə döyüb işlədirlər. Şah dövründə alınan təyyarələr belə var. Düzdür, səmada çox görmürük onları. Təhlükəlidir, yəni 60 yaşında bir təyyarə, ehtiyat hissələri də alınmır və s. Uçanda öz başlarına da düşə bilər. Yəni o qədər təhlükəlidir. Hər bir halda gözləyirik ki, İran normal bir qonşu olacaq, normal bir İslam dövləti olacaq. Oradakı Azərbaycanlılar da bir öz dillərində təhsil alacaq, özlərinin bir normal muxtariyyətləri olacaq, hüquqları, haqları qorunacaq. Yoxsa 5-10 adamı bəstə, qalanlarını əz, ad saxla, bu idarə etmə bu deyil. İdarə etmə bu deyil. İnşallah ümid edək ki, hər şey gözlədiyimiz kimi olar. Hər şey mümkün qədər az insan etkisi ilə başa çatar. Amma bu rejim dəyişməlidir. Bunun başqa yolu yoxdur. Dəfələrlə bu vurulub, əzilib, xəbərdarlıq edilib, nə bilim, başın üstündən hər kəs gəlib İranın dəyişməli olduğunu deyir. Amma bunlara çatmır. Bildinizmi? Yəni o qədər vərdiş ediblər ki, o rejimə. İndi baxın, dəyişəndən sonra, bax, mən buradan deyirəm, yadınızda saxlasınlar bunu. Görün, o Xameynin nə qədər varidatı çıxacaq. Milyardlarla. Amma danışanda haqdan, ədalətdən, nə bilim, bərabər bölgüdən və s. danışır. Baxın, siz sağ, mən salamat. Görün nələr çıxacaq. Rusiyada nələr çıxacaq, İranda nələr çıxacaq. Yeri gəlmişkən, indi qaçış planı da hazırdır. Yəni, var belə bir plan. Əgər vəziyyət kritik dönəmə girərsə, Rusiyaya gedəcək. Başqa yerdə qəbul etməzlər ki onu. Hansı bir ölkə qəbul edəcək? Hara getsə, ABŞ tələb edib alacaq. Amma Rusiya pis yaxşı, ABŞ da bu məsələdə bilir də, dünyada kimi qovurlarsa, söyüb qovurlarsa vəzifədə gedir Rusiyada yaşayır. Pullarını da aparır ora. O da yaşayır ailəsi ilə 3 gün, 5 gün, sonra Rusiyanın da rəhbərliyi pulu basıb yeyəcək. Yəni, yenə yad ellilərə qismət olacaq o qanunsuz yığılan pullar. İran xalqına deyil.